Möhtərəm ana, analar anası, özü möhtərəm, adı möhtərəm. Bizə xoş gəlmişsən, bax bu Mingəçevirə. Niyazinin ocağına. Çok sağ olun Manakadasın olarak. Sizin adınız hardadır, ben özüm oraya çatırmalıyam. İkisi bir yerdə şəhər olur. Niyazi ilə Bəhruz qardaş kimi olublar, çörək gətiriblər, bir-birlərindən bir dənə pastelde el olub, ayak başı yapıblar. Böyül-böylə yatıblar, bir-birlərinin bir lokmanı bölüblər. Axırda da bunların qanı, ikisinin qanı bir-birinə qarışdı, maşında göl oldu. Canım qurban onların o zulümlü günlərinə, tökülən qanlarına, Allah yerlərini behişt eləsin. Allah torpaqlarını qut kimi yumuşaq eləsin. Könüllü de Allah sağlıktan versin, balalarım versin. Yerində, yurdunda. Toy olsun, nəvələri olsun, gəlin olsun. Amin, amin. Sağlamlıq arzulayıram bunlara, bol ruzi. O gün olsun, yazın balalarını xeyir işlərinə yığışar. İnşallah, Amin, inşallah. Ne qalıb ki? İnşallah, o da olacaq. O da olacaq. Allah rəhmət eləsin, dönə-dönə, sən də balana, niyə bütün şəhidlərə. Elmanmadı. Onların da ruhu balalarının qorusun, balaların üstündə olsun həmişə. Mən ona inanıram. Onlar cismən yanımızda olmasalar da onların ruhu... Ruhu əlbəttə, ruhu deyil. Elə inanıram ki, könül bir gəlin, deyir uşağım ağır xəstələndi, hara qaçdı, ora bura. Deyir gecə yuxuda gördüm ki, bunu ziyarət aparmışam. Deyir sabah açılan uşaqlarımı da götdüm, getdim Bəhruzun üstünə. Deyir getdim, dedim ki, Bəhruz, sənin ruhun mənim balama şəfaət olsun. Mənim balam yaxşı olsun, nəzir qoyacam. And içir, deyir getdim, 2 gündən sonra deyir uşağımın qızdırması da düşdü. Uşağım deyir gördüm, yavaş-yavaş yeyir. Elə irəli gəldi.